Elə bir canlı düşünün ki, qışda ölür, yayda isə dirilir. Sizcə belə bir şey mümkündür? Bu fantastik film deyil. Bu Alyaskada yaşayan meşə qurbağasının real həyatıdır. Qış yaxınlaşanda bu qurbağalar torpağın altına girmir və ya isti yer axtarmır. Onlar sadəcə yarpaqların altında oturur və donmağa başlayırlar. Temperatur sıfırın altına düşəndə onların ürəyi dayanır, qan dövranı dayanır, beyin fəaliyyəti dayanır. Bədənlərinin 65%-dən çoxu, o cümlədən gözləri və beyinləri tamamilə bərk buza çevrilir. Bəs necə partlamırlar? Gizli silahı şəkər. Donmazdan əvvəl qurbağanın qaraciyəri kütləvi şəkildə qlükoza istehsal edir. Bu şəkər qana qarışaraq hüceyrələrin içinə dolur. Bu şəkər siropu hüceyrələrin daxilini qoruyan təbii antifriz rolunu oynayır. Beləcə hüceyrələrin ətrafı donsa da daxili donmur və partlamır. Yaz gəlib buz əriyəndə ürəyi yenidən döyünməyə başlayır və o heç nə olmamış kimi hoppanmağa davam edir. Dostlar, əgər videonu bəyəndinizsə, kanalımıza abunə olmağı, videona like etməyi və öz dəyərli fikirlərinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Növbəti videoda görüşənədək.